Salam millət, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram uşaqlar. Bu günlərdə maraqlı bir videomuz olacaq. Sizə 2 dənə situasiya göstərəcəm. Hansı ki biz Forex bazarında işləmişik və bu situasiyanı sizinlə paylaşacağam uşaqlar. Çünki real setaplardır. Bizim paylaşdıqlarımız dostlar hamısı real setaplardır. Hansı ki biz özümüz keçirik və real bir şəkildə hərəkət eləyirik. Hal-hazırda olan situasiya euro-dollarda olacaq. İlk öncədən deyim ki dostum, abunə olmamısansa mütləq abunə ol. Çünki öyrənəcəyin çox şey var bu kanalda və bizim təlimləri izlə mütləq və mütləq şəkildə. Hal-hazırda burada görürsən, gör nə qədər təlimlərimiz var bizim. Bu bizim YouTube kanalımızdır və kanalımızı izləmək lazımdır uşaqlar. Yəni bu sizə lazımdır və hər birinizi də təlimlərdə gözləyirəm. Çünki uşaqlar burada sizə öyrətdiklərim, göstərdiklərim hamısı real setaplardır və hamısı real şəkildə işləyir. Yəni götürüb istifadə eləmək, yararlanmaq sizlikdir. Kimin nə sorğu-sual olarsa Instagrama birbaşa yazır və bizim kommunitaya qoşulur. Uşaqlar, fevralın 1-dən bizdə təlimlər başlayır. Ona görə hal-hazırda ayın axırıdır, ayın 27-sidir bu dəqiqə. Dostlar, 4 günümüz qalıb, 4 gündən sonra start veriləcək. Bir də siz geciksəz gələn aya qalacaqsınız. Hər ay belədir uşaqlar. Hər ayın axırı yığım gedir və növbəti ayda təlimlər başlayır. Təlimlər bir ay gedir və siz bu təlimlərdən yararlanırsınız və hər həftənin axırı həmən təlimlərə uyğun canlı dərslər alırsınız. Yəni canlı dərslər nədir? Telegram üzərində zəng olunur və translyasiyaya keçirilir. Hər şey sizə izah olunur. Yəni belə bir təlimlər əldə edəcəksiniz və çox az bir zamanda, çox tez bir zamanda mən deyə bilərəm ki, bizim communitydən çox uğurlu traderlar yetişəcək. Yəni bu çünki öyrətdiyimiz Modul X başqa bir şeydir. Yəni bu həqiqətən də uşaqlar sizi uğura apara biləcək bir sistemdir. Kiminlə sorğu-sualı oldu, Instagrama yazır və məlumat alır. Hal-hazırda sizə göstərirəm. Euro-dollar dünənlər işləmişik. Burada görə bilərsiniz həmən əməliyyatın açılışını və bağlanışını burada mən sizə göstərirəm. Həmən əməliyyat necə baş verib Instagramda izləyə bilərsiniz. Instagramı da saxlamışam aşağıda. Sosial şəbəkələrdə izləyin uşaqlar. Tez bazar videonu sürətlənmiş şəkildə ora yerləşdirirəm. Siz burada hal-hazırda nəticələri görə bilirsiniz. Deməli, euro-dollarda bizdə dünənləri saat neçə idi? Axşam radələri idi. 7-də New York biz yeni maksimuma doğru getməsinə girmiş uşaqlar. Belə bir gözəl bir situasiya baş verib. Burada söhbət nədən gedir? Burada millət texniki analiz, nə bilim, dəstək dirənç bir o qədər də işləmir. Hal-hazırda bazarda işləyən şeylər likvidlik. Yəni likvidliyi öyrədirik və sizə izah eləməyə çalışırıq. Təlimlərimiz çoxdur YouTube-da, keçid alıb. Baxın, hamısı oradan da öyrənə bilərsiniz yəni. Likvidliyin yığılması dostlar, biz burada görə bilərik ki, yanvarın 26-sı 03:15-də aşağıda görə bilərsiniz, burada yazılır. Görürsünüzmü? Aşağıda qara rəngdə. Bizdə Asiya bir maksimum yaradıb. Düzdürmü? Bir maksimum yaradıb və ondan sonra başlayıb çöküş getməyə. Asiyada trade eləmirəm. Yəni Asiya, Yaponiya vaxtı GPI-larda trade eləyirəm, amma immeni bu vaxt ərəfəsində mən trade eləmirəm. Deməli uşaqlar, Frankfurt açılır bizdə. Baxırıq biz 11, burada 11-də göstərir. Saat 12-də bizdə London gəlir söhbətə. London gəlir. Və biz görürük ki, dünənləri bizdə belə bir konsolidasiya gedir. Bu konsolidasiyalarda mənim heç bir əməliyyatım olmur. Ancaq biz bunları götürməyə çalışırıq. Çünki burada uşaqlar girsəz siz əməliyyata, siz qalacaqsınız əməliyyatda. 5 dəqiqəlik time frame, euro-dollar. Biz görürük ki, Asiya sessiyası, Asiyaya biz gəldik. Bizim edəcəyimiz nədir? Biz götürürük Asiyanın maksimumun və minimumun çirçiç eləməliyik. Bu maksimum və minimum vurulandan sonra biz əməliyyata girə bilərik. Amma elə də birbaşa girilmir. Yəni onu da deyim sizə, təsdiq alınmalıdır. Məsəl üçün burada bir əməliyyat da olub, bunu qaqaş götürmüşdü deyəsən. Əgər burada paylaşarsan həmən əməliyyatı buralardan uşaqlar, baxın. Biz əgər gəlirik və biz minimumu yeniləyirik. Minimumu yenilədi, baxın. Kim yenilədi? London gəldi, yenilədi, New York gəldi, götürdü, qiyməti təzədən apardı yuxarıdakı likvidləri yığmağa. Bu nə deməkdir uşaqlar? London gəlir, məsəl üçün New York gəlir və burada 2 dənə likvidlik yaradır. New York buradan bu qiymətdən satmaq istəmir. Aydın olurmu sizə? O istəyir ki, daha yuxarılardan, premium zonalardan öz satışını eləsin və likvidlik yaratsın. Aydın olurmu sizə? Yəni baha almırıq. Ucuz almağa çalışırıq, hər dəfə səbirli olub gözləməyə çalışırıq. Biz burada nə etdik uşaqlar? Biz burada sadəcə görürük ki, bizim gözəl bir tendensiyamız var və bizim hərəkətimiz yuxarı gedir. Buralardan əməliyyatlara girmək olardı möhtəşəm bir şəkildə, ancaq mən özüm burada məsəl üçün əməliyyat açsaydım, yenə də deyirəm, mən gərək gözləyəydim ki, məsəl üçün buradan əgər deyək ki, bizim zonamız var, 5 dəqiqəlik time frame, indiki vaxtda trade eləmək lazımdır. Məsəl üçün burada bizdə belə bir zona var. Və mən gözləyirəm ki, bu şam bağlansın, məsəl üçün.
və buradan mən əməliyyata girim. Bu şam bağlandıqdan sonra, baxın, imenli bu şam. Nəyə görə? Çünki bu bizə təsdiq eləyir ki, biz artıq zonanın üstündə bağlandıq və növbəti hədəflərə doğru gedirik. Məsəl üçün, mən buralarda əməliyyata girməzdim, çünki очевидно short trend gedir, burada heç bir təsdiq yoxdur, hansısa bir struktur pozğunluğu baş verməyib. Struktur pozğunluğu bizdə burada baş verir. Baxın, həmən bu şamda bizdə struktur pozulur. Strukturun pozulmağı bizdə nə irəli gətirir? Baxın uşaqlar, biz burada əgər əməliyyata giririksə, burada mənim əməliyyatım olmayıb, mənim əməliyyatım burada olub. Mən sadəcə sizə izah eləyirəm, bu şam bağlandıqdan sonra məsəl üçün biz buradan əməliyyat aça bilərik, long. Biz buradan long aça bilərik və bizim stopumuz, əgər biz konservativ istəyiriksə, qoyuruq buralara, aqressiv istəyiriksə, bax konservativ olur burada, aqressiv stop loss olur burada. İminli bax, lap bu şamın dibinə qoya bilərsiniz. Burada sizdə RR çox olacaq. Amma stop da olma şansınız tezdir, çünki həmişə belə götürüb getmir. Bir də görsən ki, bir dənə iynə ata bilər və yaxud da ki, gəlib bu likvidliyi yığa bilər. Sadəcə söhbət ondan gedir ki, burada artıq biz yuxarı zonaya keçmişik və bura qayıtma şansı çox azdır. Hələ ki, yəni bu dəqiqə. Ona görə mən adətən konservativ götürürəm və rahat qoyuram ki, birdən spread falan oynasa, məni gəlib tez bazar çıxartmasın. Və burada siz öz ilk hədəfinizi, məsəl üçün buradan əməliyyat açırsınızsa, sizin hədəfiniz olmalıdır, məsəl üçün baxın bura. Asiyanın maksimumuna çatmağa az qalmış. Baxın, həmən burada olan bu iynə çox önəmlidir. Bu iynə çox önəmlidir. Nəyə görə önəmlidir? Biz iynəyə take profit qoymuruq. Nəyə görə? Çünki uşaqlar, bizim əsas dəqiq götürəcəyimiz yerlər bizim dolu şamlarımızdır. Dolu şamlarımıza qoyuruq. Baxın, əgər biz buradan əməliyyat açmışıqsa götürürük və çəkirik bura. Super, düzdürmü? Və bizdə 2.86 çox super bir error olur. Götürmək olardı, real əməliyyat idi. Sadəcə mən bu əməliyyatda olmadım. Amma mən axşam New Yorkda gəldim və buradan yenidən əməliyyatın davamına keçid aldım və bu əməliyyatı götürdüm uşaqlar. Buradan bura götürdük, take olduq burada daşı və take olandan sonra biraz da yuxarı getdi və ondan sonra konsolidasiya başladı. Konsolidasiya başladı, biz take'imizi götürdük, take'imizi nəyə əsasən götürdük uşaqlar? Biz artıq görürük ki, gəldik biz. Baxın, burada zona var, görürsünüzmü? Həmən bu zona vuruldu, bu likvidlik idi. Likvidlik yığıldı, yüngül bir korreksiya arxaya gəldik biz burada bərkidik və bərkidikdən sonra bizim bunun altında bu itələyicidir. Bu qiyməti yuxarı basır. Bunun altında bizim stopumuz olacaq. Çünki əgər biz deyək ki, burada görürsünüzmü? Belə bir şam əmələ gəldi, qırmızı bir şam aşağı və bu şamları yedi, düzdürmü? Biz düşünə bilərik ki, buradan hal-hazırda FVG yığılacaq və yaxud da ki, nə bilim, nə olacaq? Yəni siz belə fikirləşə bilərsiniz, amma belə şey olmur uşaqlar. Nəyə görə? Çünki siz düşünürsünüz ki, məsəl üçün gələcək bura, buradan belə eləyəcək, sonra bunu qıracaq və başlayacaq aşağı getməyə. Yox, burada bunu fikirləşmək üçün, burada shortu təsdiqləmək üçün, əgər bu short gedirsə, bizim ilk öncə uşaqlar bu zonamızdan aşağıda bağlanış olmalıdır. Məsəl üçün biz buradan gəlməliydik, bu zonadan aşağıda bağlanmalıydıq, sonra bir korreksiya burada FVG yaranmalıydı, korreksiyadan sonra biz artıq short gedə bilərdik. O da ki, dostlar, müəyyən bir zonalara qədər, baxın deyəm, bir dəqiqə mən sizə göstərəcəm. Bu zonaların vurulması üçün, okey, düzdürmü? Belə bir gedişat ola bilərdi bizdə. Amma bu gedişatın birbaşa olacağı garantiya deyil. Görürsünüzmü? Birinci, likvidlik yaranmalıdır, burada pullar yığılmalıdır uşaqlar. Böyük pullar əməliyyat açanda orada sürüşmə baş verir. Çünki bazara balina girir və o bazarı hərəkət eləməsi üçün, məsəl üçün balinanın satış eləməsi üçün alıcıların sayı olmalıdır ki, o pulu özünə götürə bilsin. Aydın olurmu? Loru dildə izah eləyirəm sizə. Bazarda satıcı olmalıdır ki, alıcı nəsə ala bilsin və yaxud da ki, əksinə. Aydın olurmu sizə? Biz burada bu divizyenyanı, bu hərəkəti götürdük və durduq kənara. Vəsə, biz bunu götürəndən sonra deməli saat neçə idi biz bunu götürdük? Bir dəqiqə baxacağım mən. Saat 8-də və ondan sonra bizdə getdi qluboki yüngül korreksiyaya, hansı ki gəldi bizim düz açıldığımız yerə. Biz profitimizi götürdük və kənara çəkildik. Burada söhbət nədən gedir uşaqlar? Bazardan vaxtında çıxmaq lazımdır. Və bizim take'imiz nəyə görə idi? Əlbəttə ki, Asiyanın maksimumunu vurmaq üçün. Vurulduqdan sonra bu günləri görürük ki, biz gecə Asiya bizdə New York dünən konsolidasiya eləyib və bizdə Asiya bazarı belə bir yüngül qalxış eləyib və burada heç bir yenilənmə yoxdur. Yeni bir lower high yaratmayıb və bunu qırmayıb. Aydın olurmu sizə?
Və biz hal-hazırda görürük ki, Asiyada belə bir konsolidasiya olub, həm qiyməti qaldırıblar, gözəl bir reversalla salıblar aşağı. Burada məsəl üçün short girmək olardımı uşaqlar? Bu artıq mənim üçün dəqiq siqnal olmayacaq idi. Çünki millət, mən belə işləmirəm, bizim komanda belə işləmir. Yəni bu situasiyalarla yararlanmırıq. Dəqiq bir patern olmalıdır, dəqiq bir dönüş nöqtəsi olmalıdır. Çünki uşaqlar, burada olanda bizim bu likvidliklərimiz yığılıb, bəli, düzdür. Və biz görə bilərik ki, 618 zonalarına gəlib, bəli, amma söhbət onunla gedir ki, yəni burada mən long hərəkət gözləyirəm. Çünki burada heç bir hərəkət pozğunluğu baş verməyib. Bizdə burada situasiyanın pozulması üçün biz gələk. Baxın, buraları, bu sahələri vuraq, aşağılarda bərkək, ondan sonra yenə də long gedib, sonra da yenə də bir short getmək olar. Belə bir şey fikirləşərdim mən. Amma uşaqlar, bu heç bir siqnal deyil, yəni bunu gələcəkdə siqnal kimi qəbul etməyin. Bazardır, likvidliklə işləyir, hər gün dəyişə bilir. Hal-hazırda biz görürük ki, deməli, PDL bundan qabaqki günün minimumudur və düşünürəm ki, bu minimumlar vurulmalıdır. Vurulmalıdır, çünki bizim qiymətimiz hal-hazırda gəlir aşağı. Və evro-dollarda baxacam mən, əgər short situasiya yaranarsa keçid alacam. Sadəcə uşaqlar, mən çalışıram New Yorkda əməliyyatı götürüm, amma bu sizə o demək deyil ki, siz ümumən New Yorkda trade eləməlisiniz. Bu söhbət ondan getmir. Hansı sessiya sizə uyğundursa, yenə də ona uyğunlaşmaq lazımdır. Elə olur ki, məsəl üçün London və yaxud da ki New York sessiyaları yatma rejiminə keçir və belə bir hərəkətdə olurlar. Asiyada böyük bir hərəkət olur. Keçən həftələrdə elənçinə bir şeylər olmuşdu. Biz görürdük ki, həftələr arasında fərq var və adaptasiya olmaq lazımdır. Bu bizdə belə bir əməliyyat idi və biz bunu götürdük uşaqlar. Bu bizim evro-dollar idi, sonra bizdə qızılda var idi situasiya. Baxın, burada dünənləri səhər-səhər mən elə səhər yeməyi yeyəndə bu əməliyyatı götürdüm və burada 2 dənə əməliyyat var idi. Option $900 götürdüm uşaqlar. Instagramda var. Həmən video keçid alıb baxa bilərsiniz və mən geri qayıdışda buralardan çıxdım. Mənim take-im yuxarıda idi biraz, amma take-i çox da gözləmədim. Yəni uşaqlar, bazardan vaxtında çıxmağı bacarmaq lazımdır və hərəkət eləmək lazımdır. Burada qiymət getdi yuxarı və mən gözləyirdim uşaqlar. Məndə hardasa $1600-1700 plus idi. Mən bağlamadım. Çünki qızıldı uşaqlar. Gedirsə qoy getsin. Niyə də yox? Mən öz trolling stopumu çəkdim buralara. Və qiymət qayıdarkən artıq mən əməliyyatdan çıxmışdım. Mən oturub gözləmədim, mən keşimi götürüb kənara durdum. Baxın, buralarda baş verdi. Buradan keçid aldım mən həmən situasiyaya uşaqlar. Həm də qızıl sahələrə hörmət eləyən aktivdir və qızıl artan aktivdir, qalxan aktivdir. Buna short pozisiya yox, buna long axtarmaq lazımdır. Bu hal-hazırda long gedir və ucuzlaşmaq fikri yoxdur. Baxın, burada da biz görürük ki, düşüşdən sonra bir yeni lower high yaradıb. Baxın, bu olmalıdır, mütləq olmalıdır. Lower high yaratdıqdan sonra korreksiyada biz keçid alırıq əməliyyata. Baxın, biz görürük ki, bizim qiymətimiz düşürdü. Lower high, lower low, sonra lower high, lower low, lower high, lower low, lower high, lower low yaratmadı, düzdürmü? Lower low yaratmadı və biz gözləyirik bunu. Burada əməliyyata girmək olarmı? Risklidir. Bu biraz bəxtəbəxt olacaq. Çünki bu iş deyil. Burada stop olma şansı çoxdur. Biz gözləməliyik bu hərəkəti. Yeni higher high, yeni higher high, higher high yaratdı və higher high bizdə ilk korreksiyasını verir. Bu korreksiyadan yenə də əməliyyata girmək olmaz. Çünki bu hələ kaldır. Bu hələ heç bir test almayıb. Sonra millət, mən görürəm ki, qiymət qalxır və yeni higher high yaradır. Higher high yaradandan sonra mən higher low gözləyirəm. Higher low gözləmək nə deməkdir uşaqlar? Higher low gözləmək üçün siz Fibonacci-dan da istifadə edə bilərsiniz və yaxud da ki retest zonasına gələndə əməliyyata girə bilərsiniz və yaxud da ki daha dəqiq olsun, siz götürürsünüz. İlk düşüş olur, ikinci, üçüncü və sizin əməliyyata girəcəyiniz yer buralar ola bilər. Mən buradan girdim uşaqlar, korreksiyadan həmən bu korreksiyadan əməliyyata girmişəm, buradan yox. İmенно bu korreksiyadan. Yəni mən bunu limitlə açmamışam. Birbaşa özüm açmışam çünki gördüm yuxarı qalxdı və yeni sahə yaratmır uşaqlar və buradan da yuxarı gedir və mən burada əməliyyata götürürəm ta bura kimi. Burada nə qədər var idi? 1-in 67-yə reward. Fərq eləmir, siz Forex-də gəlib uşaqlar, məsəl üçün $100 plus, $50 minus və yaxud da ki əksinə belə işləmir uşaqlar. Bu belə işləmir. Burada siz gəlirləriniz müxtəlif olacaq. Yəni siz stabil gəlir qoya bilməzsiniz. Siz bilmirsiniz ki,
bazar hansı tərəfə hərəkət edəcək. Ona görə uşaqlar, likvidliklə işləyir bu bazar. Məsəl üçün bu dəqiqə Elliotun belə göstərməyinə baxmayın, Elliot sadəcə elə belə məndə köməkçi kimi. O da həmişə istifadə eləmirəm ondan. Yalnız doğru gələndə, Elliot da təsdiq verir. Mən görürəm ki, konkret olaraq short trend gedir və burada heç bir struktur hələ ki pozulmayıb. Bu hal-hazırda 1 dəqiqəlikdə deyək ki, short gedir. Keçirəm mən 3 dəqiqəliyə və 3 dəqiqəlikdə də mən bunun şahidi oluram. Mən burada long axtarmaq üçün, hal-hazırda bu short gedir uşaqlar. Long axtarmaq üçün mən gərək belə bir şey görəm. Məsəl üçün, deyək ki, bu qiymət gəldi, bundan yuxarıda bağlandı, gəldi bir buralarda FVG yaratdı və mən o FVG-ni IFVG yaratmalıdır və mən o FVG-ni arxaya dolduranda onda bura əməliyyat açaram. Bu olmalıdır, bu olmasa mümkün deyil. Əgər bunun altında bağlansa, bunun belə getmə şansı çox azdır və bu əksinə bilirsiniz necə ola bilər? Belə eləyər və buradan da belə. Aydın olurmu sizə? Ona görə də uşaqlar həmişə şamın bağlanmağını gözləmək lazımdır və strukturun dəqiqliyin izləmək lazımdır. Bu bir təlim idi uşaqlar. Düşünürəm burada da çox şey öyrənə bildiniz, amma daha dəqiq, daha gözəl təlimlərimizdən yararlanmaq istəyirsinizsə, buyurun bizim Modul X təlimimizə və Modul X-də öyrənin. Bütün məlumatı Instagramda alırıq və inkişaf edirik uşaqlar. Real nəticələr, real treytlər, real insanlar. Hamınıza uğur və nailiyyətlər və bolca xeyir. Hələlik millət.